Hər birimiz milad səhnələrində o 3 müdrik padşahı görmüşük. Elə deyilmi? Amma bu hekayə o sadəcə bir milad nağılı deyil. Əslində onun arxasında inanılmaz bir tarixi və siyasi dram gizlənir. Gəlin bu işin dərinliyinə gedək və milad hekayəsinin o sirli qonaqlarının əslində kim olduğunu birlikdə ortaya çıxaraq. Baxın, işin maraqlı tərəfi buradadır. Milad açıqcalarında gördüklərimizlə Matta İncilində yazılanlar arasında, necə deyim, dağlar qədər fərq var. İncildə nə onların sayının 3 olduğu deyilir, nə də onların padşahı olduğu. Hətta adları belə çəkilmir. Bəs bu Kəsbar, Melxior, Baltazar adları hardan çıxdı? Və daha da vacibi, bu sirli qonaqlar əslində kimlər idi? Yaxşı, gəlin yol xəritəmizə baxaq. Biz bu araşdırmada ilk olaraq onların qədim mənşəyinə baş vuracağıq. Sonra Daniel Peyğəmbərlə o heyrətamiz əlaqələrini üzə çıxaracağıq. Sahib olduqları inanılmaz siyasi gücü anladıqdan sonra isə, bax o zaman Yerusalimdə niyə belə bir gərginlik yaratdıqlarını tam başa düşəcəyik. Tamam, hazırsınızsa gəlin zamanda biraz geriyə gedək və bu insanların əslində kim olduğunu anlayaq. Bilirsiniz, onlar sadəcə ulduzlara baxan falçılar deyildilər. Yox, bundan qat-qat artıq. Söhbət qədim bir kahin nəslindən gedir. Hər şey elə adlarının özündən başlayır. Muk. Yunanca magos sözü bizim bildiyimiz mənada sehirbaz demək deyil. Əsla. Bu söz eyni ilə İsraildəki Levilər kimi qədim Midiya xalqının içindən çıxan xüsusi irsi bir kahin tayfasını təsvir edirdi. Yəni, başa düşürsünüz, bu bir peşə deyildi, bu bir nəsil idi. Və onların təsiri bu sadəcə inanılmazdır. Təsəvvür edin, Babil, Midiya Fars, Yunan və Roma. 4 nəhəng imperiya bir-birini əvəz edir. Amma Moğollar öz nüfuzlarını qətiyyən itirmirlər. Hətta Məsihin doğulduğu dövrdə, yəni yüzillər sonra belə, onlar hələ də şərqdə böyük bir güc olaraq qalırdılar. Onları sadəcə kahin kimi düşünməyin. Onlar öz dövrlərinin, necə deyərlər, intellektual elitası idilər. Astronomiya, riyaziyyat, təbiət elmləri, kənd təsərrüfatı, hətta yuxu yozmaları kimi gizli biliklər, bütün bu sahələrə hakim idilər. Məhz bu inanılmaz bilikləri sayəsində də imperatorların ən güvəndiyi, ən yaxın məsləhətçilərinə çevrilmişdilər. Yaxşı, bura qədər hər şey aydındır. Amma bir sual yaranır. Bu qədim Fars kahinlərinin Yahudilərin Məsih ilə nə əlaqəsi ola bilər axı? Cavab bizi düz 600 il geriyə, Babil sürgününə aparır. Deməli, Babil padşahı Nabucodonosor bir gün yuxu görür və bütün müdrikləri çağırır, amma tələbi qeyri-adidir. Təkcə yuxunu yozun demir, deyir ki, nə gördüyümü də siz mənə deyin. Təbii ki, heç kim bunu bacarmır. Padşah da qəzəblənib hamının edamını əmr edir. Bax, bütün ümidlərin tükəndiyi o anda səhnəyə Daniel çıxır. Və Daniel təkcə onların həyatını xilas etməklə qalmır, padşah ondan o qədər təsirlənir ki, Danieli bütün muğların rəhbəri təyin edir. Düşünün, bir Yahudi peyğəmbər Fars kahinlərinin başına keçir və o mövqedə Daniel onlara tək Allah olan Yahveni və daha da vacibi, gələcəkdə doğulacaq ilahi padşah haqqındakı peyğəmbərlikləri öyrədir. 600 il sonra Yerusalimə ediləcək o məşhur səfərin toxumları bax elə o an səpilmişdi. Yaxşı, onların müdrik və bilikli olduqlarını anladıq. Amma bu hələ heç nədir. Moğolların əsl gücü onların siyasətdəki yerində idi. Onlar sadəcə məsləhətçi deyildilər. Onlar sözün əsl mənasında imperiyanın taleyini həll edən padşah yaradanlar idilər. Bir anlıq onların gücünü təsəvvür edin. Midiya Fars imperiyasında, sonra da Parfiya imperiyasında heç kim Muğların təsdiqi olmadan taxta çıxa bilməzdi. Məhkəmə sisteminə onlar nəzarət edirdi. Qanunları onlar yazırdı. Yəni, bir adamın imperator olub olmayacağına məhz onlar qərar verirdilər. Və bu sadəcə bir iddia deyil. Ester kitabında bir ifadə var. Midyalıların və Farsların dəyişməz qanunu. Bu nə deməkdir? Bu o deməkdir ki, onların yazdığı qanunları padşahın özü belə dəyişdirə bilməzdi. Onların sözü qanunu idi, hətta padşahın sözündən də üstün. Deməli, gəlin bir anlıq dayanıb bunu həzm edək. Milad hekayəsindəki o sirli qonaqlar sadəcə uzaqdan gələn müdrik insanlar deyildilər. Onlar bir imperiyanın padşahlarını seçən, taxta çıxaran və taxtdan salan bir güc idilər. Onlar padşah yaradanlar idilər. Və indi bütün bu tarixi detallar hekayənin zirvə nöqtəsində birləşir. Düz 600 illik bir gözləyişdən sonra padşah yaradanlar nəhayət Yerusalimə gəlirlər. Amma bu, heç də südsevər bir ziyarət deyildi. Bu, siyasi bir zəldələnin ilk təkanı idi. O dövrün siyasi vəziyyətini gözünüzün önünə gətirin. İsrail sanki iki nəhəng daşın arasında əzilirdi.
Bir tərəfdə, qərbdə qüdrətli Roma imperiyası, digər tərəfdə isə şərqdə Parfiya və bu iki super güc, onlar əzəli düşmən idilər, daim müharibə halında. İndi o səhnəni canlandırın. Romanın qatı düşməni olan Parfiyanın padşah yaradanları Romanın təyin etdiyi bir padşahın Herodon paytaxtına gəlir və hamının içində heç çəkinmədən soruşurlar: Yehudilərin yeni doğulmuş padşahı haradadır? Bu sual, bu sadəcə bir sual değildi. Bu açıq-aşkar bir siyasi təxribat idi, bir müharibə elanı kimi bir şeydi. Herodun niyə dəhşətə gəldiyini indi yəqin ki, daha yaxşı anlayırsınız. Düşünün, Romanın düşmənləri sizin paytaxtınıza gəlib yerinizə yeni bir padşah axtarır. İncilin orijinal Yunan mətni onun sadəcə narahat olduğunu demir, onun sözün əsl mənasında sarsıldığını, titrədiyini deyir. Çünki Herod bilirdi ki, bu onun hakimiyyətinin sonu demək ola bilər. Yaxşı, bütün bu siyasi gərginliyi, bu tarixi detalları gördük. Amma bütün bu dramın arxasında daha dərin, daha fundamental bir məna var. Sual budur. Matta bu hekayəni öz İncilinə daxil etməklə əslində bizə nə demək istəyirdi? Mattanın mesajı həm sadə, həm də çox güclü idi. O, Yahudi oxucularına deyirdi ki, baxın, yer üzündəki ən güclü qeyri-Yahudi padşah yaradanlar minlərlə kilometr yol qət edərək gəldilər və İsanı həqiqi padşah kimi təsdiqlədilər. Halbuki onun öz xalqı bunu etməyəcəkdi. Başqa sözlə desək, bu hadisə ilahi bir təsdiq idi. Sanki Tanrı deyirdi, əgər İsrail öz padşahını tanımaqdan imtina edirsə, heç bir problem yoxdur. Mən Parfiyadan bütöv bir Muğullar nümayəndə heyətini gətirərəm ki, bütün dünya həqiqi padşahın kim olduğunu görsün. Beləliklə, Muğullar kimi tapdıqlarını çox yaxşı anlayırdılar. Onlar bütün riskləri gözə alıb gəldilər. Əsl sual isə budur. Bəs bizim bu padşaha reaksiyamız nədir? Muğullar onu öz padşahları olaraq qəbul etdilər. Bəs o sizin üçün kimdir? Sizin xilaskarınız və padşahınız oldu mu?